Salam, hər vaxtınız xeyir. Bu gün Azərbaycan dilindən ahəng qanunu mövzusunun izahını verirəm. Sual 1 ilə başlayaq. Hansı sözdə ahəng qanunu gözlənilmişdir? Ümumiyyətlə biz bilirik ki, ahəng qanunu sözdə qalın və ya incə saitlərin bir-birini izləməsidir. Əgər sözdə bütün saitlər qalın və ya bütün saitlər incə olarsa, ahəng qanununa tabedir. Yox, əgər bu uyğunluq pozularsa, bu zaman bu elə ahəng qanununun pozulması deməkdir. İndi birinci suala baxaq. Hansı sözdə ahəng qanunu gözlənilmişdir? Yəni, elə sözü seçməliyik ki, ya bütün saitlər qalın, ya bütün saitlər incə olmalıdır. Doğru cavab A variantıdır. Çalışqan. A və I saitləri qalın saitlərdir. Yəni, doğru cavab buna görə də A variantıdır. B variantında süvari sözündə Ü, İ, incə, A qalın saitdir. Ahəng qanunu pozulub. C variantında Məlahət sözündə Ə incə, A qalın saitdir. Mirvari sözündə A qalın, İ incə saitdir. Səlahiyyət sözündə isə Ə və İ saitləri incə, A saiti isə qalın saitdir. Buna görə də bu variantlarda ahəng qanunu gözlənilməyib. Doğru cavab A variantı. Sonra ikinci sual. Hansı sözdə ahəng qanunu pozulmuşdur? Burada da Savalan sözündə bütün saitlər qalındır. Eyni zamanda Çəyirdək sözündə, Səfirlik, Elçilər sözlərində isə Ə, İ saitləri qalın yox, incə saitlərdir. D variantında Səhrai sözündə A və I saitləri qalın saitlər olsa da, lakin Ə saiti incə saitdir və buna görə də D variantında artıq ahəng qanunu pozulmuş hesab olunur. Yəni, bir sözdə həm incə, həm qalın sait olduğuna görə ahəng qanunu pozulub. Bu sualda da doğru cavab D variantı. Keçirik üçüncü suala. Ahəng qanununa tabe olan sözü müəyyən edin. Məsələn, A variantında eskalator sözündə E saiti incə saitdir, A və O saitləri isə qalın saitlərdir. Bünövrə sözündə ahəng qanunu pozulmayıb. Çünki Ü, Ö və Ə saitləri hər biri incə saitdir. Bu sualda doğru cavab B variantıdır. C variantında O və A saitləri qalın saitlərdir. E saitləri isə incə saitlərdir. Yəni ahəng qanunu pozulub. Erudisiya sözündə E, İ saitləri incə saitlərdir. U və A saitləri qalın saitlərdir. Yəni burada da artıq ahəng qanunu pozulub. Və şükufə sözündə də Ü, Ə incə, U qalın saitdir. Yəni şükufə sözdə ahəng qanunu pozulmuş hesab olunur. Üçüncü sualda da doğru cavab B variantı. Keçirik dördüncü suala. Ahəng qanununa tabe olmayan sözlər cərgəsini müəyyənləşdirin. Vəfalı, burada ahəng qanunu pozulmuş hesab olunur. Ə saiti incə, A və I saitləri qalın saitlərdir. İgidliklər sözü isə ahəng qanununa tabedir. Ona görə A variantı doğru cavab deyil. B variantı. Sakitlik, ahəng qanunu pozulub, İ saitləri incə, A saiti qalındır. Lakin meşədə və qarşıdakı sözlərində ahəng qanunu gözlənilib. Deməli, B variantı da doğru cavab deyil. Keçirik C variantına. Şəhərlilər. Burada ahəng qanunu pozulmayıb. Çünki Ə və İ saitləri incə saitlərdir. Deməli, C variantı doğru cavab deyil. D variantında dünyada sözü A saiti qalın, Ü saiti incədir. Ahəng qanunu pozulub. Sahibkarlıq sözündə Ü və İ saitləri incə, A, I saitləri qalın saitlərdir. Ahəng qanunu pozulub. Lakin dənizçilər sözündə Ə və İ saitləri incə saitlərdir. Yəni burada artıq ahəng qanunu pozulmayıb. Ona görə D variantı da doğru cavab deyil. Y variantında qəhrəman sözündə Ə saiti incə, A saiti qalın saitdir. Burada ahəng qanunu pozulub. Kitabxana sözündə İ saiti incə, A saitləri qalın saitlərdir. Burada da ahəng qanunu pozulub. Və iradə sözündə İ və Ə saitləri incə, A saiti qalın saitdir. Yəni burada da artıq ahəng qanunu pozulmuş hesab olunur. Deməli, bu sualda da doğru cavab Y variantıdır. Sonra keçirik 5-ci suala. Ahəng qanununa tabe olmayan sözlərin cərgəsini müəyyən edin. Deməli, ahəng qanununa tabe olmayan deyirsə, elə sözləri seçməliyik ki, həmin sözlərin tərkibində həm incə, həm qalın saitlər iştirak eləməlidir. Məsələn, A variantında dedektiv,
Burada dilçi, bunlar ancaq incə saitlərdən ibarətdir və qoruq sözü ancaq qalın saitdən ibarətdir. Yəni burada ahəng qanunu gözlənilib. Deməli, A variantı doğru cavab deyil. B variantında ev-eşik sözü ahəng qanuna tabedir. Elə məndən tabe olmayan istədiyinə görə B variantı uyğun deyil. C variantında ex-speaker, burada speaker, burada artıq ahəng qanunu gözlənilib. Çünki i saitləri incə saitlərdir. Deməli, C variantı da uyğun cavab deyil. D variantında yağıntı sözü ancaq qalın saitlərdən ibarətdir. Ömür, prezident, bunların da hər biri ahəng qanuna tabe olmuş sözlər hesab olunur. Burada da doğru cavab Y variantıdır. Epiqraf sözündə bütün saitlər artıq nə incə, nə qalın deyil. Çünki bu sözdə həm incə, həm qalın sait iştirak edib. Epilepsiya sözündə həm incə, həm qalın. Evakuasiya sözündə də həm incə, həm qalın saitlər iştirak edir. Deməli, bu sualda da doğru cavab Y variantıdır. Keçirik 6-cı suala. Hansı sözdə ahəng qanunu sonuncu hecada pozulmuşdur? Baxın, bura diqqətlə artıq baxmaq lazımdır. Ailə sözündə artıq sonuncu hecada pozulmur. Çünki A, I. Burada artıq ikinci hecada da birinci heca artıq hansı ki qalın saitli olsa da ikinci hecada incə sait iştirak edir. A variantı uyğun deyil. Sonra D variantında da yenə ikinci hecadan ahəng qanunu pozulub. Sonra Y variantında təəssübkeş sözündə ahəng qanunu gözlənilib, pozulma yoxdur. C variantında da ikinci hecadan artıq ahəng qanunu pozulmuş hesab olunur. Bu sualda da doğru cavab B variantıdır. Müddəa sözündə ü, ə incə saitlərdir. Ahəng qanuna bu saitlər tabedir. Lakin A saiti artıq 3-cü hecada bu uyğunluğu pozur. Ona görə bu sualda da doğru cavab B variantıdır. İndi isə keçirik 7-ci suala. Hansı cərgədə sözlərin hər ikisində ahəng qanunu pozulmuşdur? Türkiyə, Bənövşəyi. Burada hər iki söz ahəng qanununa tabedir. Çünki ü, i, eyni zamanda ə saitləri, ö saitləri incə saitlərdir. B variantında gümüş, sürməyi hər ikisi ahəng qanununa tabedir. Lakin C variantında Azərbaycan sözündə A qalın, ə incədir. Eləcə də anotasiya sözündə A o qalın saitlərdir, lakin i saiti incə saitdir. Ona görə də bu sualda da doğru cavab C variantıdır. Davam edirik 8-ci sualla. Hansı sözlər ahəng qanununa tabe deyil? Dünən sözü ahəng qanununa tabedir. Casus sözü ahəng qanununa tabedir. İlbəyil sözü ahəng qanununa tabedir. Lakin səadət sözü ahəng qanununa tabe deyil. Çünki ə saitləri incə, a saiti qalındır. Zühur sözü ahəng qanununa tabe deyil. Ü saiti incə, u saiti qalındır. Blokada sözü ahəng qanununa tabedir. Çünki o və a saitləri qalın saitlərdir. Və tapşırıq sözü də ahəng qanununa tabedir. Deməli, bu sualda doğru cavab 4-5 A variantı. Keçirik 9-cu suala. Ahəng qanunu hansı sözdə pozulmamışdır? Baxın, indi isə bizdən pozulmayan variantı istəyir. Mübarizə sözündə ahəng qanunu pozulub. Ü, i, ə incə saitlərdir, lakin a saiti qalın saitdir. B variantında məhrumiyyət sözündə ahəng qanunu pozulub. Çünki ə, i incə saitlərdir, u qalın saitdir. C variantında lokallaşdırma sözündə ahəng qanunu pozulmamışdır. Çünki o, a, I saitləri qalın saitlərdir. D variantında ehtiram sözündə eynən i incə, a qalındır. Ahəng qanunu pozulub. Y variantında morfoloji sözündə o saitləri qalın, i saiti incə saitdir. Burada da ahəng qanunu pozulmuşdur. Deməli, bu sualda ahəng qanunu pozulmayan variant C variantıdır. Doğru cavab C variantı. 10-cu sual. Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur? A variantında qaşıq, deşik, zərif hər biri ahəng qanununa tabe olan sözlərdir. B variantında qələbə, beynəlmilər, bünövrə hər biri ahəng qanununa tabedir. C variantında musiqi sözü ahəng qanununa tabe deyil. Çünki i saitləri incə, u saiti qalındır. Batareya sözü ahəng qanununa tabe deyil. A saitləri qalın, e saiti incədir. Yemişan sözü ahəng qanununa tabe deyil. E, i incə, a saiti qalın saitdir. Deməli, bu sualda da doğru cavab C variantıdır. Odun, boru, möhür bunlar da artıq ahəng qanununa tabedir. Odun, boru yalnız qalın saitlərdən, möhür sözü yalnız incə saitlərdən ibarətdir. Kiyev
Berlin yalnız incə saitlərdən, Bağdad yalnız qalın saitlərdən ibarətdir. Ona görə də bu sualda da doğru cavab C variantıdır. 11-ci sualla davam edirik. Ahəng qanuna tabe olmayan şəkilçiləri göstərin. Baxın, yadda saxlayın, bu şəkilçilər keş, dar, çar, İvi şəkilçisidir. Belə ki, məsələn, qeyd edirəm, darla evdar. Burada ev sözü incə saitli sözdür. Dar şəkilçisini artıran zaman ahəng qanunu gözlənilmir. Eləcə də digər sözlərdə ümumiyyətlə çar şəkilçisi, keş şəkilçisi iştirak edən zaman ahəng qanunu pozulur. Məsələn, cəfakeş burada ahəng qanunu pozulmuş hesab olunur. Çünki şəkilçisi sözün son hecasının saitinə əsasən artırılır. Sonra çar, məsələn, səhlənkar. Bu əslində sadə sözdür, səhlənkar sözü. Başqa bir nümunələrdə cəfakar deyə bilərik. Burada da artıq ahəng qanunu pozulur. Çünki ümumiyyətlə cəfa sözü düzdür, ahəng qanuna tabe deyil və çar şəkilçisi də ahəng qanuna tabe olmayan söz artırılıbdır. Bu sualda da doğru cavab Y variantıdır. 12-ci sual. Hansı sözdə həm ahəng qanunu pozulmuş, həm uzun sait işlənmişdir? Deməli, ahəng qanunu pozulmuşdur dediyinə görə mən A və D variantlarını cavablardan çıxıram. Bəziləri namus, ahəng qanunu tabedirlər. Daha sonra keçirəm ikinci şərtə. Həm də uzun sait işlənmişdir. Səma və divardakı sözlərində uzun sait yoxdur. Bu sualda doğru cavab B variantıdır. Şücaət. Burada A saiti uzun tələffüz olunur. Və Ü, Ə incə, A saiti qalın sait olduğuna görə bu söz ahəng qanununa tabe deyil. Yəni bu sözdə ahəng qanunu pozulub. Ona görə bu sualda da doğru cavab B variantı. 13-cü sual. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun tələffüz edilən sait var? Deməli, ahəng qanunu pozulmuş sözlərdən dediyinə görə artıq şəhər sözü C variantında uyğun deyil. Ahəng qanununa tabedir. Daha sonra C variantını cavablardan çıxıram və sözlərdən yalnız birində dediyinə görə. Məsələn, elə yeganə sözünə baxıram. A saiti uzun tələffüz olunur. Nümunə, U saiti uzun tələffüz olunur. Deməli, A variantı doğru cavab deyil. Qiyafət, A saiti uzun tələffüz olunur. Minarə, A saiti uzun tələffüz olunur. B variantı da doğru cavab deyil. Bayaq qeyd elədiyim kimi C variantında artıq şəhər sözü ahəng qanununa tabe idi. Ona görə C-ni çıxıram. D variantında sənaye, burada A saiti uzun tələffüz olunur. Ahəng qanununa tabe deyil. Lakin istəkan sözündə isə uzanma yoxdur. Doğru cavab D variantıdır. Y variantında mətanət sözündə A uzansa da, lakin sahil sözündə də uzanma var. Yəni, hər iki söz uzun tələffüz edilən saitin işləndiyi sözlərdir. Bu sualda da doğru cavab D variantı. 14-cü sual. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun sait var? Baxın, burada da artıq cavab yeganə fabrik sözdür. Çünki hər ikisi ahəng qanununa tabe olmayan sözlərdir. Yeganədə uzanma olsa da, fabrik sözündə uzanma yoxdur. B variantında sənaye, bərabər, A saitləri uzun tələffüz olunur. C variantında sükunət, hekayə, U və A saitləri uzun tələffüz olunur. D variantında elat, çinar. Burada ümumiyyətlə baxırıq ki, uzanma yoxdur. Çinar deyə bilmərəm. Buna görə də bu sözdə uzanma yoxdur. Y variantında cəsarət, rəşadət, A saitləri uzun tələffüz olunur. Bu sualda da doğru cavab A variantı. Ahəng qanunun izahı bu qədər. Sağ olun, salamat qalın.